Azərbaycan Tibb Universitetinin rezidentura təhsilində dermatologiya ixtisası var, amma kosmetologiya ixtisası ayrıca yoxdur. Amma bəzi ölkələrdə mən araşdırdım, var ayrıca kosmetologiya fakültəsi var hətta. Yəni belə çıxır ki, kosmetoloq olmaq üçün mütləq dermatologiyadan keçilməlidir. Yoxsa məsələn biz indi mən ad çəkməyim, bizim dostlarımız var, başqa sahənin ixtisasında həkimlərdir. Anestezioloq var və başqa ixtisaslardan var. Onlar da kosmetologiya ilə məşğul olurlar. Amma belə olmalıdır əslində Sevinç xanım. Yəni həkimdirsə kosmetologiya ilə məşğul ola bilərmi? Məsələn terapevt də tanıyıram, terapevtdir. Amma kosmetologiya ilə məşğuldur. Mən həkiməm deyir. Dünyada belə bir praktika var ki, kosmetologiya ilə dermatoloqlar işləyə bilərlər. Amma bizim ölkədə 4 il öncə, şəxsən mən də o kursları keçmişəm. 4 il öncə Təkmilləşmə İnstitutunun nəzdində belə bir kurslar açıldı. Səhv eləmirəm ki, 6 ay idi deyəsən. Mən keçəndə onlayn idi, çünki pandemiya dövrü idi. Mən ikinci qrupu idim və bu kursu keçən 40 nəfər, səhv eləmirəmsə 40 nəfər ölkədə rəsmi olaraq, həkim, təbii ki, həkimi, hamısı orada həkimlərdir, rəsmi olaraq kosmetologiya ilə məşğul ola bilərlər. Nə gözəl, indi yoxdur amma deyəsən. O kursları bağladılar, təəssüflər olsun, bağladılar və hətta mən öz klinikama özüm olaraq kosmetoloq, dermatoloji lisenziyadan yanaşı, kosmetoloji lisenziyada rəsmi olaraq almışam. Yəni nazirlikdən biz bu lisenziyanı, ikinci lisenziyanı almışıq. Mən sual verəndə ki, məsələn bizdə klinikada terapevt var, həkim, cərrah var, onlar kosmetoloq işləyə bilər, hətta dermatoloqlar da. Mən dermatoloji çünki lisenziyam var. Mənə bu suala cavab gəldi ki, xeyr, sizdən başqa rəsmi olaraq kosmetologiya ilə işləyə bilməlisiniz.